Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün biz isim mövzusu üzrə davam edəcəyik. İlk öncə mən ismin quruluşca növlərindən, daha sonra tək və cəm olmağından, ən sonda da yiyəli hal və sayıla bilən, sayıla bilməyən isimlərlə davam edəcəyik. Gəlin birinci başlayaq. İsim nəyə deyilir? İsim ingiliscə noun deməkdir və təbii ki, bildiyimiz kimi ümumi qrammatik mənasına görə əşyanın adını bildirir. Və isimlərin morfoloji xüsusiyyətlərinə görə 3 yerə bölünür, quruluşuna görə yəni. Sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər. Sadə isimlər simple adlanır. Düzəltmələr derivative, mürəkkəblər compound adlanır. Compound. Sadələrə aiddir. Bir kökdən ibarət olanlardır. Yəni şəkilçi qəbul etmir. Bunlara book, pen, table bu cür sadə isimlər aiddir. Düzəltmələr kök və şəkilçi. Bunlar haqqında geniş danışacağıq. Mürəkkəblər isə 2 və daha artıq kök. Azərbaycan dilində də olduğu kimi. Gəlin indi başlayaq derivative nounsdan. Derivative nouns. Düzəltmə isimlər. Düzəltmə isimlər 2 yolla düzəlir. Sufiks və prefiks. Sufikslərə söz sonu şəkilçiləri deyilir. Yəni son, prefikslərə isə ön şəkilçilər deyirik. Yəni söz önü şəkilçiləri deyirik biz. Gəlin baxaq söz sonu şəkilçiləri hansılardır? Ness, məsələn, illness, xəstəlik, daha sonra ship, məsələn, friendship, sonra hood, childhood, uşaqlıq, friendship dostluq idi. Sonra dom, kingdom, krallıq, kingdom, krallıq deməkdir. Sonra var heir, bu peşə sahiblərinə deyilir ən çox. Məsələn, teacher, heirdir. Sonra var or və ya are. Bunlara actor, sailor, act hərəkət etmək, actor, aktyor deməkdir. Daha sonra var s, hostess, your, mature, departure. Və bunun kimi bir çox şəkilçilərimiz var. Prefikslər isə 4 dənə şəkilçidir. On, this, in, miss. Mən belə mahnı şəklində yadda saxlayıram. On, this, in, miss. Ana aid eləyə bilərik unemployment, işsizlik. İnə aid eləyə bilərik inaccuracy. Sonra this aid eləyə bilərik disagreement, anlaşılmazlıq, yəni razılaşmamazlıq. Və misə aid eləyə bilərik misfortune, uğursuzluq. Deməli, sufiksimiz oldu nes, ship, hood, dom, air, or, are, s, your və ya ative, an, ion, sion, y, ment, ing, hər biri var. Prefiksə isə an, this, in, miss. Deməli, bunlar derivativdir, düzəltmə yaradır. Və mürəkkəblər isə, mürəkkəblərə belə deyə bilərik. Compound nounsa, məsəl üçün, schoolyard, məktəb həyəti, görürsünüz, 2 sözdən ibarətdir. 3 sözdən ibarət olan bizim mürəkkəb sözlərimiz var. Məsələn, mother-in-law, qaynana. Baxın, aralarında defislə yazılır. Father-in-law, qaynata. Sonra sister-in-law, baldız. Brother-in-law, qayın. Bunlar 3 sözdən ibarət olan mürəkkəblərdir. 3 sözlü compound. İndi isə keçək isimlərimizin tək və cəm olmağına. Bildiyiniz kimi tək isimlərə singular deyilir, cəm isimlərə plural deyilir. Singular tək deməkdir, plural cəm deməkdir. Və isimlərin cəmi 2 yolla düzəlir. Bir, s, yes artırmaqla, bir də kökündən. Əgər ismimizin sonu s, ss, ch, tch, sh, o, x, y, z ilə bitərsə, feilimizin sonuna, üzr sayın, ismimizin sonuna es artırırıq. Məsələn, deyirəm ki, qol saatı.
Watch. Mən bunu cəmləyəndə olur watches. Gördünüz cəm. Sonuncu x ilə bitib, TCH ilə daha doğrusu bitib deyə ES artırdım. Amma bunların içərisində təbii ki, bizim istisnalarımız var. Sonu o ilə bitənlərdə, bir də sonu va ilə bitənlərin istisnası var. Sonu o ilə bitənlərin hamısının sonuna ES artırmırıq. İstisnalar var. Məsələn, video, radio, foto, zero, potato və s. Sonu va ilə bitənlərdə isə iki hal var. Məsələn, bir yazıram boy, bir də yazıram CT. Bunların fərqi nədir? Uşaqlar, əgər Y hərfindən öncə sait gələrsə, bu zaman mən toxunmuram. Sakitcə mən S hərfimi artırıram. Yox, əgər Y hərfindən əvvəl samit gələrsə, mən bu zaman Y-nı salıram, eləyirəm I. Sonra da İS artırıram, olur CTs. Bu cür düzəlir. Bəs yaxşı, gəlin görək, kökündən necə dəyişir isimlər? Kökündən cəmlənənlər. Kökündən cəmlənənlər. Kökündən cəmlənən isimlərimiz təbii ki də əzbərə öyrənməliyik. Bunlara nə aiddir? Mən, kişi deməkdir. Kökündən dəyişir. A olur, E olur kişilər. Woman, qadın deməkdir. Women, yəni women olur qadınlar. Daha sonra var goose, olur geese. Qaz, qazlar. Diş, dişlər. Tooth, teeth. Daha sonra food, feet. Person, insan. People, insanlar. Daha sonra ox, öküz. Oxen, öküzlər. Görürsünüz kökündən dəyişir. Hətta var child, children. Köklərindən cəmlənirlər. Bu qaydanı yadınızda saxlayın. Çünki indi biz yəli hal keçəcəyik və yəli halda lazımımız olacaq. İsimlərin tək və cəmliyi bu qədər. İndi isə keçirik bizim yəli halımıza. İsmin yəli halı necə düzəlir? İsmin yəli halına passiv, daha doğrusu possessive və genitiv də deyirlər. Gəlin keçək ismin yəlik halı. Yəlik halı. İsmin yəli halı iki yolla düzəlir. Apostrof S və ya S apostrof. Bu birinci yoldur. İkinci yol isə ofdur. Apostrof S və S apostrof canlılara əlavə edilir. Of isə cansıza. Amma ofun canlıya da əlavə edildiyi hissə var. Məsələn, a friend of mine. Mənim dostum, my friend deməkdir bu. Amma görürsüz, ofla işlənir. Canlı olmağına baxmayaraq ofla işlədə bilərik. Keçək görək apostrof S və S apostrof nə olur? Deməli, uşaqlar, tək isimlərin, təbii ki də məsələn, əgər bookdursa, bunun yəli halını düzəldəndə ofdan istifadə etməliyik. Çünki cansızdır. Məsələn, əgər mən demək istəyirəmsə ki, kitabın üzü. Mən deməliyəm ki, the cover of the book. Görürsünüz, ikinci gələn sözü birinci verdim. Birinci gələn sözü ikinci verdim. Ofla düzələn yəli hal bu cür olur qaydası. Daha sonra, bəs yaxşı apostrof S ilə S apostrof necə olur? Məsələn, deyirəm ki, oğlanın kitabı. Boys book. Oğlanın kitabı. Görürsünüz, oğlan təkdir deyə apostrof S qoydum. Bəs yaxşı mən desəydim oğlanların kitabları. Olacaqdı. Cəmdə. Çünki oğlanlar dedim mən. Amma bunun tək qaydası bu cür deyil. Bir neçə istisnalarımız da var. Yəni qeyd etməli olduğumuz məqamlar da var. Məsələn, apostrof S və S apostrofun işləndiyi hallar bir var soyadın qarşısında Z olanda. Məsələn, Z Aliyev. Bu zaman S apostrof qoymalıyam mütləq. Əgər qarşısında Z varsa S apostrof olur. Apostrof S olmur. Bir də var Mr, Mrs, daha sonra Miss, bir də belə Miss. Bu sözlərdən sonra soyad gəlirsə, bunu da qoyuram apostrof S. Deməli, Z ilə olanda S apostrof olur. Mr, Mrs, Miss, bu olanda apostrof S olur. Bu bizim ən mühüm qaydalarımızdandır yəli halda. Bunu da qeyd edək. Bəs yaxşı, kökündən cəmlənən isimlərin yəli halı necə olur? Yəni mən, tutaq ki, biri var mən, bir də var mən, düzdürmü? Mən kökündən cəmlənmişidir. Mən kişidir, mən də kişilərdir. Məsələn, mən demək istəyirəm ki, kişinin kəməri.
Onda deməliyəm men's belt. Kişinin kəməri. Bəs yaxşı, mən demək istəyirəmsə ki, kişilərin kəməri və ya kəmərləri. Necə deyəcəm kişilərin? Onda isə apostrof artırmıram. Bu ola bilməz. Çünki men onsuz da cəmlərdir. İkinci bir cəmi niyə artırırsınız? Onda olur kişilərlər. Yəni kişilərlə uyğunsuz bir şeydir. Ona görə də men, buna da apostrof s qoyursunuz. Olur kişilərin kəmərləri. Deməli, kökündən cəmlənən qeyd götürək. Kökündən cəmlənən isimlərin yiyəlik halı apostrof s ilə düzəlir. Bunu yadda saxlayaq. Yiyəlik halımız bu qədər. İndi isə gəlin keçək sayıla bilən və sayıla bilməyən isimlərə. Bəs yaxşı, sayıla bilən və sayıla bilməyən isimlər nədir? İngilis dilində bir qrup isimlər var ki, biz onları saya bilirik. Məsələn, kitab, dəftər, qələm, bunlar məsələn bir kitab, iki kitab, üç kitab deyə bilirəm də, düzdürmü? Amma bir qrup isimlər də var ki, mən onları saya bilmirəm. Məsələn, çörəkdir, sudur. Mən düz Azərbaycan dilində bir çörək, iki çörək deyirik. Amma ingilis dilində olmur. Çörəkdir, yeməkdir, un məmulatlarıdır. Bunları biz saya bilmirik. Daha sonra oyunlardır, şahmat olsun, domino olsun, bunlar da sayılmır. Rus dili, ingilis dili bunlar da sayılmır. Sonra qaz halında olanlar, məsələn, maddələr olanlar, H2O-dur, oksigendir, azotdur, bunları da saya bilmirik. Təbiət hadisələri, bunları da saya bilmirik. Düzü bəzi istisnalarımız var. Məsələn, buluddur, küləkdir, bunları saya bilirik, cəmlənə bilir. Yəni bu cür isimlərə biz deyirik countable. Bir də uncountable. Sayıla bilən, sayıla bilməyən. Sayıla bilən, sayıla bilməyən. Sayıla bilənlərə biz bu ikisinin fərqini gəlin izah edeyim mən sizə. Bəs bu ikisinin fərqi nədir? Yadınızda saxlayın. Sayıla bilənlərin qarşısına en artiklı işlədə bilərəm. Amma sayıla bilməyənlərə en işlədə bilmərəm. Onların qarşısında z işlədə bilərəm. Sayıla bilənləri cəmləyə bilərəm. S-yə artıra bilərəm. Amma sayıla bilməyənlər heç vaxt cəmlənmir. Yalnız təkdə olur. Bir də üçüncü, sayılanların qarşısına rəqəm artıra bilərəm. Məsələn, two books. Niyə? Çünki to artıranda ism cəmlənməlidir axı. Ona görə sayıla bilən buna icazə verir. Amma sayıla bilməyən icazə vermir. Çünki mən qarşısına rəqəm artırsam onu cəmləyə bilmərəm. Ona görə də rəqəm artırmaq olmur. Və məsələn, cümlələrdə gəlin biz bunu işlədək. Deyirəm ki, I have water. I have water. Water nədir? Sayılmayan, düzdürmü? Variantlarda da verir. Məsələn, tutaq ki, qarşısında bura nöqtələr qoyulub da, düzdürmü? Biri deyib ki, e. Biri deyir n. Biri deyir, tutaq ki, many. Düzdür, hələ bu qaydanı keçməmişik. Biri də deyir ki, heç nə. Burada təbii ki də bizim düzgün cavabımız D variantı olacaq. Bilirsiniz niyə? Sayılmayan ismin qarşısında nə article işlənər, bir də many-dən sonra sayılan gələr. Vote sayılmır deyə many-nin işlənə bilmir. Yəni many-nin yerinə match olsaydı düz ola bilərdi. Ona görə cavabımız D-dir. Yəni heç nə yoxdur qarşısında. Deməli, sayıla bilən isimlərlə sayıla bilməyən isimlərimizin fərqi nədir? Sayılanların qarşısında en artiklı olur, onları cəmləyə bilirik və rəqəm artıra bilirik. Lakin sayıla bilməyən isimlərdə bu hallara icazə yoxdur. Və sayıla bilən və sayıla bilməyən isimlərin, təbii ki də sayıla bilməyənlərin bəzi istisnaları olur. Məsələn, time, ideya, məsələn, ideyadır, wishdir, problemdir. Bunlar normalda mücərrəd isimlərdir, düzdürmü? Mücərrəd isimləri saymırlar onlar. Fikirdir, arzudur, problemdir. Bunlar mücərrəddir, saymırlar. Amma bunları sayırlar, sayılır. Yəni mən istəsəm deyə bilərəm dreams, wishes, ideas, problems hamısının adını çəkə bilərəm. Yəni cəmləyə bilərəm. Amma time iki cürdür. Vaxt bildirəndə sayılmır, dəfə bildirəndə sayılır. Bu cür isimlərimiz çoxdur, iki mənası olan. Və 9 ismimiz var ki, yəni bunlar da içində idi. Bundan əlavə 6-sı var, onları da yazın. Impression, dream, joke, hope, hour, daha sonra bir də voice.
Bunlar da eyni bunun kimidir, sayılır. Yəni qabağında en artiklı işlədə bilərsiniz, cəmləyə bilərsiniz və rəqəm qoya bilərsiniz. Və bəzi isimlərimiz də time kimi iki cürdür. Məsələn, time-a oxşar work da var. Work iş bildirəndə sayılmır, amma sənət əsəri bildirəndə sayılır. Bunlar da təbii ki, kitabda qeyd olunubdur. Bunlar indi qısa izahıdır. İndi isə gəlin keçək, tapşırıqlar üzərində işləyək və rahat başa düşək. Birincidə deyir ki, choose a line of compound nouns. Compound nə deməkdir? Mürəkkəb deməkdir, düzdürmü? Mürəkkəblər hansılardır? Baxın, A-nı çıxıram, niyə ment şəkilçimiz var? Düzəltmədi, getdi. B-ni çıxıram, ment şəkilçimiz var. Düzəltmədi, getdi. Burada da ment var, getdi. D düzgün cavabdır. Bunları çıxıram, niyə? Hood şəkilçim var, getdi. Cavabımız D variantıdır. Daha sonra 12-yə baxaq. Choose the nouns, isimləri seçin deyir. Bigger olmaz, niyə? Çünki big sifətdir. Yadınızda saxlayın. Sizin bu isim düzəldən şəkilçiləriniz er şəkilçiləri. Fikir verin ki, sifətə qoşulmayıb. Sifətə qoşulsa müqayisə dərəcəsi bildirir. Ona görə baxın, large sifətdir, er artırılıb. Ona görə 1-dən 3-ü çıxırıq, cavab 2, 4. Daha sonra gəlin keçək yəli hal olan misallarımıza. Aha, yəli haldan öncə gəlin tək və cəmlərə də baxaq. 47 və 48-də. 47-də deyir ki, plural. Plural nədir? Cəm. Baxırıq, ya sonunda s olmalıdır, ya da kökündən cəmləməlidir. Bir də uşaqlar bunu deyim sizə. Bizim 4 dənə ismimiz var. 4 dənə isim. Deer, fish, sheep, swine. Bu 4-ü də həmişə cəmdir. Yəni bunların sonunda s olmur heç vaxt. Sadə halda cəmdirlər. Əgər qarşısında artikel görsəniz, bilin ki, təkdir. Yəni bunların cəmliyi üçün bunlara s artırmaq, es artırmaq lazım deyil. Yaxşı, olduqları kimi elə cəmlik bildirirlər. A-ya baxın, bu cəmdir. Amma community'nin sonunda s yoxdur. A getdi. Adventures, okey. Amma harvest'in sonunda s yoxdur. Getdi. Policeman, ola bilməz. Niyə? Bu kökündən dəyişməlidir. Men olmalıdır ki, cəmdə olsun. Goose da kökündən dəyişib, geese olmalıdır ki, cəmdə olsun. C getdi. Mathematics, baxın, fən adlarıdır. Fən adları sayılmır. Ona görə təkdə olurlar. Getdi. Olur professions, oxen. Ox sözü öküz deməkdir. Oxen öküzlər deməkdir. Y-də düzgün cavabımız. Sonra plural nouns yenə istəyir. A-nı çıxıram. Niyə? Təkdədir hər biri. Progress sayılmır. Bu da təkdədir. Getdi. C-ni də çıxıram. Food fit olsaydı baxardıq. Y-yə baxın. Knowledge sayılmır. Təkdədir, getdi. Cavabımız B variantıdır. Niyə? Kökündən dəyişib və sonunda da S var. D-də children düzdür. Amma person people olmalıydı. Təkdədir. Ona görə B variantımızdır. İndi isə cases of nouns. İsmin halları. Gəlin birinciyə baxaq. Possessive case. Yəli hal. The novels very interesting. Yadınıza saxlayın. Əgər apostrof S və S apostrofdan sonra dərhal isim gəlməyibsə, dərhal isim gəlməyibsə, sifət sonra isim ola bilər. Amma bizdə burada söhbət ismin həqiqətən də gəlib gəlməməyindən gedir. Dərhal isim gəlməyibsə, yəli hal deyil. İndi baxaq. Adı deyir the novels very interesting. Hanı isimimiz? İsim yoxdur. Getdi. Çünki bu iz deməkdir. Apostrof S izin qısaldılmışı, vozun qısaldılmışı və həzin qısaldılmışı da ola bilər. Ondan sonra isim gəlirsə yəlikdir. İsim gəlməyib, getdi. B-yə baxın. İsim gəlməyib, feil gəlib, getdi. Rocky is made, feil gəlib, getdi. We listen to the professor's words attentively. Düzdür. Çünki words, sözlər, isimdir. Baxın, isim gəlməyib, zət gəlib. Getdi. Cavabımız D variantıdır. Daha sonra 9-a baxaq. Deyir ki, today's reality, yes, ola bilər. 3-ə baxaq. Dear's track, bəli, ola bilər. 2, mens biz demişdik kökündən cəmlənənlərə S apostrof yox, apostrof S artırılır. 2 getdi. 4 səhvdir bilirsiniz niyə? Rəqəm gələn söz cəmdə olmalıdır. Yəni apostrof S yox, S apostrof qoyulmalıdır. Yəni days, belə olmalıydı. Ona görə cavabımız 1-3-dür. A bəndidir. Sonra baxın 12-yə. 2 hours, düzdür, cəmdə olmalıydı. 5 months, tərs səhvdir bu. S apostrof olmalıdır. Today's, bu günlər olmaz. Bu günlərin qəzeti olmur. Bu günün qəzeti olur. 3 səhvdir. 2 də səhvdir. 3 kilometers, düzdür. Cavabımız 1, 4-dür. Y bəndidir. Bir də bu məsələ ilə işləyək, gəlin. Deyir ki, the book is Kate's. Kitab Kate'inkidir. Bəli, düzgündür bu cavab. B-yə baxaq. İsim gəlməyib, feil gəlib, getdi. İsim gəlməyib, sifət gəlib, getdi. İsim gəlməyib, feil gəlib, getdi. İsim gəlməyib, əvəzlik gəlib, getdi. Cavabımız oldu A. Hətta birin tərcüməsini bilməsəniz belə digərlərini çıxarıb tapa bilərsiniz. 16-ya baxaq. Biz nə demişdik? Qarşısında Z gəlirsə apostrof S yox, S apostrof olmalıdır. Getdi. Nick's and Helen's hair is the same color. Bəli. Bunu yadda saxlayın. Əgər mübtədanızda 2 nəfər verilirsə, diqqət eləyirik hair-ə. Məsələn, saç, göz, qaş,
burun. Bunlar iki nəfər arasının, yəni iki nəfərin eyni saçı, eyni qaşı, eyni gözü ola bilməz axı. Ayrı-ayrı gözümüz, ayrı-ayrı qaşımız var. Ona görə hər birimizə ayrı-ayrılıqda apostrof S qoyulmalıdır. Bunu yadda saxlayın. Daha sonra 3-ə baxın, 3 səhvdir. Niyə? Bu kökündən cəmlənibdir. Təzə buna niyə S apostrof artırırsan? Ona görə 1 ilə 3 konkret səhvdir. 4-ə baxırıq. The tourists found their way after an hour's search. Düzgündür. İsim gəlib. 2 də düzgündür. Ted and Jack's room is large and light. Görürsüz? Otaq iki nəfərin bir otağı ola bilər. Ona görə sonuncuya apostrof S qoyub və bu düzgündür. Amma iki nəfərin eyni saçı ola bilməz, ayrı-ayrı olur deyə 2 də ayrı-ayrı qoyubdur. O da düzdür. Cavabımız 2, 4, 5. Uşaqlar, bu qədər. Əslində çox asandır. Sadəcə qaydalara riayət eləməyiniz tələb edilir. Ümidvaram ki, sizə köməyim oldu. Uğurlar arzulayıram. Hələlik.